İzləyicilər üçün maraqlı olan, traderlər üçün maraqlı olan gümüşdür. Gümüş də təbii ki, yuxarı doğru istiqamətdən davam etdirir və hədəf hansılardır? Hədəf deməli 82-900'lərdir, sonra 87-400'lərdir və 92-500'lərdir. Bitcoin haqqında məlumatları nəzər çatdırın. Bitcoin haqqında dünən yox, sırağa gün hədəfin 75.000 olacağı haqqında məlumat vermişdim və qiymət demək olar ki, bugün səhər saatlarında 75'e yaxınlaşdı. Hazırki vəziyyətdə 74-500'lərdən yenidən alışlardır, satışlar isə 74-200'lərdən gələcək. 74-200'lərdən gələn satışlar 72-200'lərə qədər enməsi gözlənilir. Neftə gəldikdə isə neft yəni beynəlxalq maliyyə birjasında Hörmüz boğazı ilə bağlı rüsumlar və vergilər yəni tətbiq edirlər. Yəni İran özü üçün, Oman özü üçün, amma hələ ki çox yəni müəmmalı bir şəkildə hərəkət edir. Yəni qiplərlə, boşluqlarla açılır. Dünən təbii ki, satış əməliyyatına məlumat vermişdik. Satış əməliyyatları mükəmməl gəlirlə nəticələndi. Yəni ümumi olaraq neftdə 95.000'dən aşağı, 95'dən aşağı, 95 dollardan aşağı formalaşsa satış əməliyyatlarına üstünlük vermək olar. 104'dən yuxarı formalaşsa isə alış əməliyyatları. Euro dolar, funt doları gəldikdə isə biz dünən siqnal kanalında paylaşdıq. Alış əməliyyatları haqqında mükəmməl gəlir verdi və ümumi istiqamət hələ ki yuxarıdır. Euro doları, funt doları. Ətraflı biz həm qrafik üzərində YouTube kanalında siz izləyə bilərsiniz. Qafar İmamverdiyev yazın. YouTube kanalında çıxacaq. Yəni rəqəmlər olaraq və qrafik üzərində orada paylaşırıq. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun.